Özünüz təqdim edin. Ələsgər və Nura İlqar qızı özüm elə bir şey. Nuray, bax, məktəbdən nə vaxt çıxdın? Ümumiyyətlə, hansı məktəbdə oxuyurdun? Mahir Ərəbbarovda oxuyurdum, 6-cı sinifdən çıxmışam. Özünüz görmüş. Səbəb nə idi çıxmış? Səbəb imkansızda. İmkanınız olmadı oxumaq. Bəli. Aha, bəs sonradan nə oldu? Necə oldu? Bax, kəndə anan ailə qurdu, ikinci ailə. Müraciət elədinmi Kərdəki məktəbə? Bəli, elədik, o da dedilər yer yoxdur. Dedi yer yoxdur. Hara müraciət elədiniz? Tovuzun yuxarı üstündə. Yuxarı Özsüz kəndə. Bəli. Məktəbə müraciət elədiniz. Bəli. Aha. Bəs bu nişan mərasimindən deyirlər ki, toy eləmisiniz. Bax, bununla bağlı sizin fikirlər. Yox, toy eləməmişdik. Sadəcə hə cavab veriləndə o da gəldilər ki, belə hamısı oturmuşdu, elə belə 4-5-6 nəfər adam var idi. Vəsiyo. Sən özün ümumiyyətlə oxumaq belə fikrin var idimi, yoxsa oxumaqdan? Bəli, oxumaq fikrim var idi. Bax, həmin bu prosesi qeyd edəndə özün, bax, məsəl üçün, yəni plan nə idi, nə baş verdi, nə fikriniz dayandı, nə idi? Fikriniz nə idi? 18 yaşa kimi. Onu bizə deyərdiniz. 18 yaşım olana kimi məni gözləyirdi ki, elə bir ki, tamam olanda toyumuz olar. İnşallah. O da dedi ki, hə, heç nə. O da gəldilər, tutdular ki, niyə xeyr ola, üzü şeylədiz, nişan elədiz. O da dedi ki, valla eləcə hə cavabıdır, nişan üzük yoxdur. Ondan sonra da belə oldu. Sənin özün ümumiyyətlə oxumaq arzun, istəyin olubmu, yoxsa ancaq evlənmək? Bəli, olub. Nişan o da olub. Elə bir ki, oxumaq niyyətim olub. Ancaq oxumam olub. Vəsiyo. Bəs harada tanış olmuşdunuz? Necə siz belə gəldiniz? Dağda tanış olmuşduq özümüz. Dağda tanış olduq. O da anası, atası da görüb, özü də görüb. O da gəlib cavab almağa. O da olmadı. Sadəcə hə cavab almaq üçün gəlmişdiniz. Bəli. Bəs niyə kafedə elədiniz? Çünki imkan yox idi. Evimiz ilk günündədir. Ona görə evimiz uçur başımıza, ona görə kafedə eləmək istədik. Amma fikriniz sadəcə hə alıb, bəli. Sonra toy eləməkdir. Bəli, bəli. Çox sağ olun.